Hazırda üzərində işlədiyimiz yanaşma budur ki, tam ştatlı müəllimin əmək haqqısı ölkə üzrə orta əmək haqqıdan ən azı 2 dəfə yüksək olsun. Bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil naziri Emin Əmrullayev deyib. Mövcud saat hesabı əməyin ödənilməsi sxemi saxlanılsa da, alternativ olaraq tam ştatlı müəllim anlayışını Azərbaycan məktəblərinə gətirmək üzərində çalışırıq. Çünki hazırki statistika müəllimlərin 4-6 saat dərs yükü ilə aldığı əmək haqqını ümumi göstəriciyə aid edir. Bu da özlüyündə yanlış təsəvvür yarada bilir. Eyni zamanda müəllimin öz əmək haqqısını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi bir mexanizm doğru deyil və dəyişilməlidir. Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tam hüquqlu bir hissəsi olduğunu hiss etsin. Yeni hesablama mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq? Bütün bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimai məlumatlandırma aparmağı planlaşdırıram. Bu barədə xüsusi şəkildə geniş izahat veriləcək ki, əsaslı şərhlərə ehtiyac qalmasın deyə nazir bildirib. O, tam ştatlı müəllim konseptinin 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcəyini açıqlayıb. Hal-hazırda işlədiyimiz konsept ondan ibarətdir ki, çünki bu hesablama tələb edir və mən yenə detallı orada bir neçə seçimlər var, amma ümumi yanaşmamız budur ki, daimi ştatlı müəllim dediyimiz müəllimin əmək haqqısı orta əmək haqqından ən azı 2 dəfə çox olur. Yəni bizim baxışımız budur ki, çünki biz indi müəllimin orta əmək haqqısını hesablayanda orada 4 saat, 5 saat, 6 saat dərs deyən müəllimin də əmək haqqısı o statistik ölçüyə düşür. Və mənə görə yanlış bir yanaşma yaradır və ikinci yanlışlıq da ondan ibarətdir ki, faktiki olaraq müəllim öz əmək haqqısını artırmaq üçün daha çox dərs deməlidir, onun başqa yolu yox. Bu da doğru deyil. Ona görə, yəni dediyim kimi, bir qədər bu məsələlərdə Elm və Təhsil Nazirliyinin açıqlamalarını gözləyin. Bu sabah olsa da baş verəsi hadisə deyil, növbəti tədrisində də baş verəsi hadisə deyil. Bu hələ ki, biz bu fikri ona görə təqdim etmişik ki, ictimaiyyət buna konstruktiv necə deyərlər, mövqe bildirsin. Emin Əmrullayev onu da əlavə edib ki, bəzi kənd məktəblərində musiqi, təsviri incəsənət kimi fənlər üzrə müəllim çatışmazlığı var. Nazir bildirib ki, əslində müəllimlər var. Sadəcə onların kənd məktəblərində dərs saatları az olur. Dərs saatlarının az olması problemdir. Orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir. Ona görə də həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir. Ümumiyyətlə, məsələnin mahiyyət dəyişməlidir. Yəni, saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq. Bizim təklifimizə kimisə əks təklifi varsa dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Buna uzun zaman lazımdır. Əsas məsələ odur ki, problemin həlli təklifi irəli sürülüb deyə nazir əlavə edib. Qeyd edək ki, hazırda Azərbaycanda orta aylıq əmək haqqı 1050 manata yaxındır. Müəllimlərin orta aylıq əmək haqqısı isə təxmini 960 manatdır. Deməli, Emin Əmrullayev Azərbaycanda orta aylıq əmək haqqı məbləğinə istinad etməklə müəllimlərin orta aylıq əmək haqqısının 2000 manatdan çoxalmasını istəyir.